İmam Hüseyin əleyhissalam deyir ki, bəli, siz müasirləşmisiniz. Müasir olmusunuz. Düzdür, İslam inkişaf eləməlidir. Cəddimdən üzü bu yana bir 50 il keçib, bəli, siz müasir olmusunuz, ancaq batilə doğru. Haqqa doğru yox. Haqda inkişaf eləyib, rüşd eləməmisiniz, mənəviyyatınız zəngin olmayıb. Zamanı ilə ola bilər, ayaqlaşmışsınız, müasir o deməkdir. Yəni, əsr sözündəndir də. Əsrlə, zamanı ilə ayaqlaşa bilərsiniz. Amma ruhunuz böyümədi, ruhunuz gedi-gedə kiçilir. Bu vəziyyətdəsiniz. Ona görə Kərbəla çölündə gəldi, haqla batili üz-üzə qoydu. Ona görə yol boyuycan cəmaata deyirdi ki, beyət götürüldü boynumuzdan, çıxın gedin, azadsınız. Bütün yol boyu bunu deyirdi. Başqalarına deyir ki, bizə kömək eləmək istəyən var gəlsin, amma beyət götürülüb. Heç kəsdən buna görə sorğu-sual yoxdur. Qədirxumla Kərbəlanın fərqi budur ya. Böyük kişinin sözüdür ya bu ya. Deyir ki, Qədirxumla Kərbəlanın fərqi bu idi ki, Qədirxumda hamı beyət elədi, heç kəs vəfa eləmədi. Kərbəlada əksinə beyət götürüldü, amma qalanlar hamısı vəfalı oldu. Bütün yol boyu deyir ki, beyət götürülüb boynumuzdan, tərk eləyib götsöz, günahımız yoxdur. Amma kömək eləmək istəyən varsa, gəlsin, qapılar açıqdır. Bunları yol boyu adamlarını təmizləyirdi ki, Aşura günü haqla batil, təmiz haqla, təmiz batil qalsın.